Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Binəqədi yolun üstündə, Pasolkaya yaxın ərazidə, Kilo Pasolkasına yaxın ərazidə, Qatar avtosalonunun arxasında marşrutdan, yoldan 50-60 metr məsafədə 4 sotun içində 3 geniş otaqlı torpaq qiymətinə, hörmətli izləyicilər, bir həyət evimiz satışa çıxır. Elə bir geniş bir evdir, otaqları çox genişdir, sadəcə təmirsizdir, nəzərinizə çatdırım. Evin bələdiyyə sənədləri var, arxivli sənəddir, evin bağı bağçası var, gördüğünüz kimi, bax bu tərəfləri yaşıllıqdır, ev təmirsizdir, kimsə bunu alıb, özü təmir edib, yəni üstünə gətirə bilər. Bax, burada həyətində ayrıca əldamısı var, nəsə arkadaşlar, siz bunu da sökün ya təmir eləyin, alan adam burada təmir işlər görməlidir. Kimi sizə özü təmindir. Bax, burada bir həyət hamamıdır. Burada sanitar qovşağıdır. Bunlar təmirsizdir. Evin özü də təmirsizdir. Yəni, bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin, yəni üstünlüyün sizə deyim. Evin düzdür, kürsü yoxdur. Bu ev 2 mərtəbə üçün nəzərdə tutulmuş bir ev olub. Üstü beton monolitdir. Yəni, kimsə alıb bunun üstündə 2 mərtəbədə qaldıra bilər, burada rahat işini də görə bilər. Evin hər tərəfi açıqdır, torpaq qiymətinə ev satılır. Yəni, torpağı burada hal-hazırda bugünkü vəziyyətdə 25-30 min civarındadır. Yəni, bu ərazi kimdən soruşsunuz görəcəksiniz. Yola yaxın, yan tərəfləri, arxası, hamısı açıqdır. Arxasında da 800 dənə daşı var. Arxa tərəfindən 2 metr. Bütün evlərdən hamısından arxa tərəfdə məsafəsi var. Gördüyünüz kimi. Hörmətli izləyicilər, yenə qeyd edirəm. Bu ev 2 mərtəbə üçün nəzərdə tutulmuş bir ev olub. Üstündə beton monolitin vırıb. Kim istəsə gəlib bunu alıb özü, ev elə bir özü üstündə elə bir badarkadır. Torpağın qiymətini verilir. Sonda qiyməti deyəcəm. Girən kimi buradan böyle bir dəhlizdən rastlaşırıq. Dəhlizin eni 3 metr. Ev ara kəsmələrdə qoşadı. Girən kimi sağ tərəfdə burada bir dənə sanuzeli. Buranın təmirlidir, sanuzeli bir dənə təmirlidir. Qalan evin özünə hamısına xərc lazımdır. Dəhlizin eni girişində bir özü bir genişdir. Sağ tərəfdə burada mətbəx. Ev təmirsizdir, yəni təmirə var. Bura ancaq alıb burada özü öz əlindən çıxarıb. Böyük evdir. Bunu 4-ə də çəkmək mümkün olar. Burada bir 5'in 5'ə 25 kvadratlıq. Arxası da yenə 2 metr evlərdən məsafəsi var. Ev noldan yığılmalıdır da. Yəni bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Burada bir dənə 7'nin 5'ə 35 kvadrat. Otaqların genişliğine söz ola bilməz. Yəni hər şey, yəni standart otaqların genişliği əla, super. Burada da bir dənə otaq var. Bu da hardasa 4'ün 4'ü 16 kvadrat. Ən balaca otaq budur burada. Mətbəxdə orada gördüyünüz kimi. Hörmətli izləyicilər, bana nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Qatar avtosalonunun arxasında, 4 sotun içində torpağı gəlib burada soruşun, 25-30 min civarındadır, yola yaxın torpaqlar. Bələdiyyə sənədi var, arxiv var, ev sahibinin birbaşa öz adınadır, özü tikib, üstü beton monolitdir, bunu da nəzərinizə çatdırım. Qiymət 107 min, start qiymətdir. Real olsa endirim olacaq. Şok qiymətdir. Yəni mən bunu sizin nəzərinizə çatdırırım. Biləsiniz ki, hörmətli izləyicilər, bugünkü vəziyyətdə bu torpağı, bu alıb, bu evi başa gətirmək mümkündür 107 minə. Elə pulun qiymətidir. Kommunalların xərcini zaten hamısını üstə gəlsə bu qiymətə başa gətirmək mümkündür. Real olsa yenə də endirim olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür ederiz. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da